Neftçalanın Mürsəlqulu kənd sakini Əlibala Səlimov artıq 50 ilə yaxındır ki, ömrünü kənd təsərrüfatına həsr edib. Əmək qəhrəmanı ordenli fermer bu ildə pambıq əkini ilə məşğuldur, lakin bildirir ki, subsidiyaların az olması sahələrin miqyasına təsir göstərir. Əlimizdən gələn bütün aqroteknik qaydaları həyata keçirmişik. Vaxtında çiğdi optimal vəziyyətdə əkmişik, becərmə işlərini aparmışıq. Əlibala Səlimov ötən il 14 hektar, bu il isə 8 hektar sahədə pambıq əkib. Deyir, subsidiyaların azalmasına görə sahəni genişləndirmək mümkün olmayıb. Bugünkü pambığın qiyməti demək olar ki, qane eləmir. Yəni, bugün hər bir alaq eləyən adam 20-25 manata işləyir. O da qınamaq olmur, çünki səbət məsələsi var. Bazarlığa gedib gələndə nə qədər xərc çıxır adamın. O mənada pambığın qiyməti qalxmalıdır. Pambığın qiyməti dünya bazarında əgər qalxmırsa, dövlət səviyyəsində subsidiya artmalıdır. Yəni, heç olmasa subsidiyaya qarşı 1 manat 50 qəpik olmalıdır ki, bu istehsalçı bu pambıq sahəsindən məşğul olsun, pambığı əksin. Fermer hesab edir ki, strateji əhəmiyyətə malik pambıqçılığın inkişafı üçün dövlət dəstəyinin artırılması vacibdir. Bu həm məhsuldarlığa, həm də kənd təsərrüfatının ümumi inkişafına müsbət təsir göstərə bilər. Yaqub Mehdoğlu, Diana Cəlali, Vüqar Qaliboğlu, Spice TV, Neftçala.